Oktyabrın 16-sında Ağcabədi rayonunda Konstitusiya və Suverenlik ili çərçivəsində 20 oktyabr Ümumdünya Statistika Günü ilə bağlı tədbir keçirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra başçısının müavini Toğrul Bünyatov, Ağcabədi rayon Statistika İdarəsinin rəhbərliyi, həmçinin bələdiyyələr və kənd ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər. Tədbiri giriş nitqi ilə açıq elan edən icra başçısı Rafil Hüseynov, Ağcabədi Statistika İdarəsinin səmərəli iş fəaliyyətindən geniş danışıb. Əlamətdar gün münasibəti ilə rayon Statistika İdarəsinin kollektivini təbrik edən rayon rəhbəri onlara öz işlərində uğurlar arzulayıb. Çıxış edən Ağcabədi rayon Statistika İdarəsinin müdiri Elsəvər İsmailov vurğulayıb ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü daha təkmil statistika, daha yaxşı həyat şüarı altında 2-ci Ümumdünya Statistika Günü elan etməyə qərarı alıb. Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-sində hər 5 ildən bir qeyd olunacaq. Birinci statistika günü 2010-cu ildə keçirilib. Bu əlamətdar gün bütün dünya ölkələrində, o cümlədən BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır. Bu sahədə əldə olunan nailiyyətlər isə dövlətin və hökumətin yüksək qayğısı nəticəsində əldə olunub, deyə Elsəvər İsmailov qeyd edib. Tədbir statistik məlumatlarla bağlı verilən sualların cavablandırılması ilə davam edib. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.